Salam aleykum. Demək, glukoza, karbon 6, H12O6 spirtə qızğırır. 2 karbon 2 H5OH da gəl. 2 karbon O2, həmçinin karbon 6 H12O6 qızğırır yağ turşusuna. Karbon 3 H7 COH da gəl 2 CO2 üstə gələk 2 hidrogen. Burada deməli karbon solda 6 dənədir. Sağda deməli 4'ü, burada 2'si burada düzdür. Hidrogen solda 12 dənədir. Burada da deməli 8 12, oksigen 6 dənədir. Burada da deməli 6 dənədir. Və glukozanın kütləsini mən x qram götürürəm, bilmirəm və onun 1/3, yəni x böl 3 qramı qızğıranda 23 qram spirt alınır. Bura yazıram 180, burada yazıram 2 vurulsun 46. Buradan 180'i vururam 23'ə, bölürəm 92'yə 45 və x böl 3 bərabərdir 45. Onda x də burada nəyə bərabərdir? 135'ə. Demək bu 135 qram imiş. Hansı ki bu 135'in x böl 3'ü, yəni 135 böl 3'ü, yəni 45 qramı birinci reaksiya sərf olub. Onda 135 çıx 45. Deməli 135 çıxılsın 45. 90 qramı da ikinci reaksiyadadır. Buradan deməli indi qazları tapaq. Biz 90'ın köməyinə buradakı qazların həcmini tapırıq. Bu 180. Bunlar deməli 89,6. Burada deməli ixtisar gedir 2. 44,8 buradan alınır. Bir de bunun köməyinə buradan tapıram 44,8. Bununla bu getdi ixtisara. 4 ilə də bu getdi 11,2 və bunların cəmi deməli 56 eləyəcək. Doğru cavab Y bəndi olacaq. Bu sualda tərkibində 2 karbon olan doymuş monoamillər qarışığı. Yazıram deməli karbon H3, karbon H2, deməli NH2. Bunu biraz sərgəli yazaq. Karbon H3, karbon H2, NH2. Bir də ki dimetilamin yazıram. Karbon H3, NH, karbon H3. Bunu mən götürüm x mol, bunu da götürürüm y mol. Deməli, burada yazır ki, polyar kovalent rabitələrin sayı qeyri-polyar kovalent rabitələrin sayından 20 dəfə çoxdur. Polyar nə deməkdir? Polyar deməli paxıl deməkdir. Yəni müxtəlif qeyri-metalların arasında karbonla hidrogen, karbonla azot, azotla hidrogen. Baxın, bax qarana göstərirəm. 1, 2, 3, 4, 5, həmçinin bu 6, 7, 8 dənə. Qabağında da x var, 8x. Burada deməli polyar var. Qeyri-polyar paxıl olmayan, yəni karbonlar arasında paxıl olmayan. Baxın, bir dənədir. Və x-ə vuranda deməli x də burada qeyri-polyar olur. Burada deməli qeyri-polyar yoxdur. Yəni karbonlar arasında rabitə yoxdur. Ona görə bu sıfırdır. Ancaq polyar yenə də karbonlarla hidrogen arasında 1, 2, 3, 4, 5, 6, həmçinin azot hidrogen 7, 8, 9. Bu da 9y olur. Və polyar rabitə 8x üstə gəl 9y. Deməli bölünsün qeyri-polyar x plus 0 ya da 0 yazmıram. Bərabərdir 20 dəfə çoxdur yazdı. Buradan 8x plus 9y bərabərdir 20x-a. 9y də buradan bərabərdir deməli 12x-ə. Bu da 0,75y, yəni 9'u 12'ye böləndə bərabərdir x-a. Deməli biz tapdıq ki, yuxarıda x-i pozub yerinə 0,75y yazacağıq. Aydındır. Və artıq buradan biz bunu müəyyən elədik. Bunların molları bizə məlum oldu. Deməli y-ləri ixtisar eləyək. Bu 0,75'dir. Bu da 1'dir. Təbii ki, indi normal rəqəmə getmək lazımdır. Və buradan biz nə edirik? Deməli 4'ə vururuq bunu. Bu 3 eləyir, bu da 4 eləyir və doğru cavab burada C bəndində öz əksini tapacaq. Deməli bu sualda qarışqa aldehidi reaksiya daxil olur gümüş bir oksidlə amoniakda məhlulundan əmələ gəlir qarışqa turşusu və 2 dənə gümüş çökür. Və burada görürüz ki, artıq miqdarda gümüş peroksid yazıb və bilir ki, qarışqa turşusu
deməli davamlı olaraq gümüş peroksidlə reaksiyaya davam edir. Bu zaman karbon dioksid, su və 2 gümüş əmələ gəlir. İndi fikir verin diqqətlə. Bu x mol qarışqa aldehididir. Bu zaman bundan x mol deməli qarışqa turşusu və 2x, yəni əmsala görə baxın. 2x deməli gümüş alınır çöküntü olaraq. Ondan sonra həmin bu x qarışqa turşusu reaksiya zamanı daxil olur. Fikir verin diqqətlə, yenə 2x deməli gümüş əmələ gətirir. Daha sonra sirkə aldehidi reaksiya daxil olur. Gümüş peroksidin amoniakda məhlulundan əmələ gəlir. Sirkə turşusu və 2 dənə gümüş. Bu y moldur. Və buradan təbii ki 2y gümüş alınacaq. Və burada görürsünüz, yazıb ki reaksiya zamanı 1,6 mol gümüş alınıb. Gümüş deməli burada 4x alınıb. Burada da deməli 2y alınıb. Bərabərdir 1,6. Buradan ixtisar eləyəndə 2-yə 2x üstə gəl y bərabərdir 0,8 və bunu da gətiririk bura. X plus y bərabər 0,5 sistem tənlik alt-alta çıxanda y-lər gedir. X bərabərdir 0,3. Deməli, əgər burada x 0,3-də, onda y də gərək 0,2 olsun ki, bunların cəmi 0,5 olsun. Və bu sualda doğru cavab D bəndində öz əksini tapacaq. Deməli, bu sualda baxın 180 qram glisindən 0,2 mol polipeptid alınıb. 1 mol polipeptid neçə qram gliserindən alınır? M buradan bərabərdir. 180-i bölürəm 0,2 900 qram glisin. Glisinin də axı 1 molu 75-dir. Axı bunu bölürəm 75-ə. Bu o deməkdir ki 12 dənə burada, yəni 1 mol polipeptiddə 12 mol glisin var. Suyun da sayı 1 mol azdır axı, yəni 11 mol su. Yəni 1 mol polipeptiddə 11 mol suda 11 vur 18. Bizə 0,2-dən gedir axı söhbət. 0,2-də nə qədərdir? 0,2 vur 11 vur 18, 39,6 eləyəcək. Və 4-cü sualda doğru cavab A bəndi olacaq. Bu sualda deməli etilamin karbon 2 H5 NH2, yəni biz bunu götürək, yəni bu x ilə işarə eləyək. Bunu y ilə işarə eləyirik, metilamini. Metanı da z ilə işarə eləyək. Bu yanında 2 mol CO2 alınır. 0,5 mol azot, yəni 1 mol yanında. Çünki azot solda bir dənədir. Sağda gərək ayağında 2 var da indeksində. Gərək 0,5-ə vurasan ki 1 eləsin. Karbon da solda 2-də, sağa ona görə 2 yazdım. Metilamin də yəni karbon H3NH2 1 mol CO2 və 0,5 mol azot. Tam yazmıram, yəni su adı yazmıram, oksigeni yazmıram. Bir də deyəsiniz ki bu nədir? Reaksiya niyə belə yarımçıq? Yəni bizə lazım olanı yazdım. Yarımçıq özüm qəsdən yazmışım. Yəni su da alınır oradan təbii ki. Burada əvvəldə oksigen də var təbii ki. Metan da yananda bizə burada CO2 lazımdır da su yazmıram. 1 molda. Bu x moldur. Onda bu olur 2x, bu da 0,5x. Bu y-dir, bu olur y, bu da olur 0,5y. Bu da z'dir, bu da z'dir. Və burada azot 0,135 moldur. Yəni 0,5x birincədədir. 0,5y ikincidədir. Bərabərdir 0,135. Hər tərəfi 0,5-ə böləndə x plus y bərabərdir 0,7. Bunu yadımda saxlayıram. Bunu. Həmçinin CO2-yə baxın. 33,6 normal şəraitdədir. 22,4-ə böləndə 1,5 eləyir. CO2 burada var 2x. Burada var y. Burada var z. Bərabərdir 1,5. Qarışıq da ümumən 1 moldur. Qarışıq da nə idi? X, üstə gəl y, üstə gəl z. Bərabərdir 1. Sistem təni alt-alta çıxanda y-lər gedir, z-lər gedir. X bərabərdir 0,5. Burada da x-in qiymətini yerinə yazanda tapıram ki, y-də 0,2-dir. Y-də burada nəyindir? Metilaminində. Ona görə doğru cavab burada A bəndi olacaq. Deməli, bu sualda alüminium karbidin hidrolizindən əmələ gəlir metan. Metan 1500 dərəcədə əmələ gəlir etin.
Sonra Kucherov reaksiyasına əsasən əmələ gəlir etanol. Etanol hidrogenləşəndə əmələ gəlir etanol. Etanol mis-2 hidroksidən əmələ gətirir sirkə turşusu. Sirkə turşusundan deməli etil spirt əmələ gəlir etil asetat. Və bizdə burada iki neçə qeyri-polyar kovalent var. Qeyri-polyar kovalent rabitə qeyri-metalların arasında, yəni karbonların arasında olan bir şeydir. Ona görə də burada biri buradadır, biri də burada da doğru cavab 2 olacaq. Molekulunda 10 atom olan monoamin monokarbon turşusu. Yəni 10 dənə burada atom var. Bilmirəm də hələlik hansıdır. Tetrapeptiddir, yəni 4-ə vuracam. Elə də 40 dənə atom. Amma tetrapeptiddə 3 dənə subranı tərk edir axı. 9 dənə atom tərk edir axı. Onda neçə dənə atom olur? 31 dənə. Ona görə də bu sualda da 7-ci sualda doğru cavab D bəndi olacaq. Bu sualda biz əvvəlcə yağı yazmağı bacarmalıyıq. Demək, gliserin yazırsan CH2OH, CHOH, CH2OH da düzdürmü? Və bunun üzərinə 3 dənə turşu gəlir. Baxın, RCOH, RCOH, RCOH. Bu zaman OH turşudan hidrogen spirtdən gedir. OH turşudan hidrogen spirt. Çünki mürəkkəb efir, yağ mürəkkəb efir deməkdir. Oksigeni turşudan deməli spirtdən əmələ gəldi. Azol. Ümumən bu 806-dır. 806 bərabərdir. 1, 2, 3, 4, 5, 6 dənə karbon var. Düzdürmü? Yəni 6 dənə karbonda neçə edir? 72 edir də. 6 vurulsun 12. 72. Üstə gələk, burada 6 dənə oksigen var. 6 vur 16, 96 edir. Üstə gəl 5 dənə də hidrogen var. Üstə gəl 3 dənə də air var. Mən 806-dan çıxıram 72-ni, çıxıram 96-nı, çıxıram 5-i, bölürəm 3-ə eləyir 211. Bu yağın tərkibində də karbon 15H31 qalığı var. Palmitin. Karbon 17H33 var, karbon 17H35 var, karbon 17H31 var, karbon 17H29 və s. var da, düzdürmü? İndi karbon, indi bizə 211 lazımdır. Karbon turşusundakı Air'in maliyyə kütləsi də 17-ni 12-yə vuranda 204 eləyir. 204-ün də üzərinə ən balaca 29-u gəlsən, bu 211-dən çox eləyir. Ona görə söhbət bundan gedir. 17-lərlə olmayacaq. 15-i vururam 12-yə, üzərinə 31 gələndə 211-dir. Mən söhbət gedir nədən? Söhbət gedir deməli palmitin turşusunun qalığından. Ona görə biz bura C15 H31 qalığı yazacağıq. Və nə deyir bizə? Yağ molekulunda karbon atımlarının hibrid orbitallarının sayı. Burada deməli 15, 15, 15. 15-i vururam 3-ə. 45 dənə sp3 burada. 3 dənə də burada. 48 dənə burada sp3 var. 4-ə vuranda 180 eləyir. Düzdür yoxsa yox? Həmçin burada 3 dənə də karbon var. 3 dənə qabaq. Yenə deyirəm, burada 15 dənə, 15 dənə, 15 dənə. 15, 15, 15, 45 elədi. Üstünə də 3 gələm 48-ə. SP3 4 deməkdir. 48-i vururam 4-ə. Eli 192, 180 deyirəm, 192. Bunlar da SP3 vəziyyətindədir. SP2 vəziyyətindədir. SP2 də 3 deməkdir. 3 də 3-ün 9. Aydındır. Və bu da deməliyəcəkdir. Deməli 8-ci sualda. 8-ci sualda A bəndə 201 eləyəcək. Aydındır. Yenə deyirəm, bunlar SP3 vəziyyətindədir. Bunlar da SP3 vəziyyətindədir. Burada 45 dənə karbon var. Burada 3 dənə, 48, 4-ə vururam. Ondan sonra 3 dənə də karbon SP2 vəziyyətindədir. SP2 3 deməkdir. 3 də 3-ün 9 sonra onları toplayacağım. Aydındır. Bu sual maraqlı sualdır. Demək, sirkə aldehidi və əmələ gəlir, təbii ki, sirkə turşusu. Və burada da sual verilir ki, mən bir dənə turşu alınır. Bu burada yazıb ki, üzüm maddələrin sonra qarışıqlı üzüm maddələrin. Burada bir dənə maddə əmələ gəlir, bax. Bu nə deməkdir? Bir dənə maddə əmələ gəlibsə, üzüm maddələrin qarışığı nədir? Yəni, reaksiya bitəndən sonra qarşıdakı üzüm maddələrin kütləsi. Bu deməkdir ki, bundan artıq qalıb da. Yəni, bu 220-nin hamısı sərf olunmayıb. Bu deməkdir. Bir bu alınıb, bir də əvvəldən artıq qalıbdır.
Və əvvəl 220 idi, sonra qarışıq olub 268. 268-dən 220 çıxanda eləyir deməli 48 qram fərq. 48 qram fərq oluna bilmirəm nə qədər sirkə aldehidi sərf olunur. Amma baxın, burada hamısı eyni də oksigen bir dənə artıqdır sağ tərəfdə. 16 qram fərqdir. 16 qram fərq olanda da 44 qram aldehid sərf olunur. 48-i vururam 44-ə, bölürəm 16-ya. 132 qram deməli burada sirkə aldehidi daxil olubdur. Qabaq da 220 idi. Yəni 220-nin 132-si. Aydındır. Bu da deməli 60% eləyəcək 9-cu sualda. Bu sualda da demək kalium nitrat x qramdır. Kütlə payında omega götürürəm. Onda həll olan x vur omega bölü 100 0,1 omega x bu həll olandır. Onda su x çıxılsın 0,1 omega x olacaqdır. Bu da sudur. İndi təbii ki kalium nitratın suda məhlulda elektrolizini biz nəzərdən keçirsək, burada demək su buxarlanacaq. Yəni etoz dərsini biz keçmişik dəfələrində. Yəni burada su buxarlanacaq. Su buxarlanır. Bu zaman katodda hidrogen, anodda oksigen alınır. Və anodda 89,6 aşağı 22,4 yazıram. M36. Bundan bu getdi 4. 4'ü də 36'ya vuranda 144 dedim. 144 qram su buxarlama minus 144 yazıram. 144 qram su buxarlandı. Və kütlə payı 2 dəfə artdı. Yəni omega idi oldu 2 omega. Yuxarıda həll olanı yazıram. 0,1 omega x vurulsun 100. Aşağıda bunların cəmi, həll olanla həll edicinin cəmi. Bu zaman bunlar gedir ixtisar. Yəni 0,1 x-dən mənfi 0,1 x qalır. X minus deməli 144 qalır. Burada bu omegalar, bu omega ilə bu omega getdi ixtisara. Bu da demək eləyir x, sadəcə x eləyir. Buradan 2x olacaqdır. Buradan da 2x minus 144'ü 2'ye vuranda 288 eləyir də. Bərabərdir x. X də buradan bərabərdir 288 eləyəcək. Bu sual çox maraqlı sualdır. Bax, diqqətlə baxırsınız. 2 litr suya. Su yəni neytraldır da. Yəni heç bir mühit yoxdur. Baxın, neytraldır da. Amma xlor turşu əlavə ediləndə pH azalır. Biz də bildik ki, yazıda gəlmir demişdim. Məsəl üçün bu neytral 7-dir də, düzdür yoxsa yox elə. Deməli 0, 1, 2, 3. Bu 4 dənə qüvvətli turşudur. Qüvvətli turşu. Bu yandan da 14, 13, 12, 11. Bu yandan da bunlar qüvvətli əsasdır. Qüvvətli əsas. Aydın bu 7-yə yaxın olanlar zəifdir. Yəni 4, 5, 6 bu zəif turşudur. Və 8, 9, 10 da zəif əsasdır. Nəysə, indi bu 1-ə gəlib düşübdür. Yəni bu qüvvətli turşudur. Həm də xlor turşu birisi də qüvvətlidir. H-xlordur, H-bromdur, H-yoddur, H-NO3-dür, H2SO4-dür. Yəni bunlar qüvvətli turşulardır da. Və bu 1-ə gəlib düşübdür. Və indi burada söhbət nədən gedir? Yazır ki, alınmış məhlulda hidrogen iyonunun qatlığı 0,1 molardır. Alınmış məhlulun pH-ı budur da. Biz də demişdik ki, pH 1 olanda bu 10 - -1, yəni 0,1. pH 2 olanda bu 10 - -2, yəni 0,2 və s. 0,1, yəni 10 - -2, 0,1 deməkdir və s. pH bərabər 3 olanda 10 - -0,1 və s. Yəni burada da bu 1-dirsə, bu 10 - -1, yəni 0,1 hidrogen iyonunun qatlığı birinci doğrudur. Və bu 0, biz bilirik ki, C bərabərdir nü bölünsün V-də də, düzdür yoxsa yox? V demək burada 2-dir. Çünki maliyyə qatda aşağıdakı, yəni biz 2-ni yazdıq artıq. Aşağıda həcm hazırdır. Bu da 0,1-dir. Onda belə çıxır ki, bu hidrogen iyonun maddə miqdarı da H-xlor da bir əsaslı turşu olduğuna görə H-xlorun molu nə qədərdir, hidrogenin molu da o qədərdir. İndi mən nəyə böləndə məsəl üçün 0, nəyə 2-yə böləndə 0,1 eləyir? Təbii ki, 0,2-ni aydındır. Çünki burada 0,2 mol H-xlor varsa, demək 0,2 mol hidrogen var. 0,2-ni də 2-yə böləndə 0,1. Çünki C bərabərdir nü bölü V-dir. C artıq 0,1-dir. Həcmdə 2-dir. Demək gərək bu da 0,2 olsun ki, bu 0,1 versin. Aydındır. Və pH bərabərdir 1-dirsə, çünki bu pH-la pOH-ın cəmi 14-dür. Əgər pH 1-dirsə, onda pOH da 13-dür. Yəni burada bunların üçü də doğru olacaq.
Bu sualda da deməli hidrogen yazıram, xlor yazıram, 2H xlor yazıram. İndi bura bax, hidrogen yazıram. Xlor, H xlor. Başlanğıc sərt tarazlıq. Bu 2 moldu, bu da 2 moldu. Sağda duran maddənin başlanğıcı və sərfi yoxdur və solda duran maddə əmsalı qədər məhsul formada sərf olunur. Qaldı 2000-6. Bu da əmsalı qədər məhsul formada sərf olunur. Qaldı 2000-6. Bu da əmsalı qədər məhsul formada alındı. Və yazır ki, bunların mol sayları bərabər. Tabi temizdə başlanğıc maddələrin mol cəmi, yəni 2000-6 üstə gəlir 2000-8, yəni tarazlıq halında başlanğıc maddələrin mol cəmi deməli məhsulun moluna bərabərdir. Buradan 4 bərabərdir. 4x, x də buradan 1-ə bərabərdir. 2-dən 1 çıxanda bu 1 eləyir. Bu 1 eləyir, bu da 2 eləyir. Qabın da həcmi burada 2-dir axı. Aydındır. Qabın həcmi 2-dir. Bunu 2-yə bölürəm. 0.5, 0.5. Çünki tarazlı sabitdən molla getmək olmaz. Bəsəm H xlor 1-in kvadratı bölünsün 0.5, 0.5. 1-i də bölürəm 0.5 bölü 0.5. Bu da 4-ə bərabərdir.